Əziz abituriyentlər və müəllimlər, xoş gördük hamınızı. Artıq 2 ildir ki, istifadə etdiyim bir vəsait haqqında sizə də məlumat vermək istəyirəm. Keçənki videolarımda bu vəsaitdən istifadə etdiyimə dair videolarımdan birində demişdim. Hal-hazırki ikinci nəşri konspekt halında qarşımıza çıxıb. İl ərzində istifadə etdiyimiz bir çox anlayışları burada görə bilirik. Məsəl üçün adını çəkdiyimiz amma bəzilərimizin, bəlkə də bəzi şagirdlərimizin görmədiyi cihazlar və yaxud da ki, ilkin anlayışlar coğrafiya adına sistemli, sxemli şəkildə çox gözəl təsvirlərlə göstərilib. Tamamı rənglidir, yəni başdan ayağa hamısı rənglidir. Məsəl üçün deyək ki, burada deyək ki, vulkanların xəritəsində buradakı QR kodları taramaqla mövzu ilə bağlı hazırlanmış və yaxud da ki, YouTube-da olan bir videoya keçid ala bilərsiniz. Məsəl üçün deyək ki, bu xəritədə adalar, yarımadalar, dənizlər, körfəzlər çox gözəl təsvir olunub. Mavi rəngdə QR kodlar isə şəkil dosyasına yönləndirir. Qırmızılar video idi, mavilər şəkil idi. Xəzər dənizinə aid, yəni suallarda rastımıza çıxan körfəzləri olsun, yarımadalar olsun, duzluğu olsun, dərinliyi olsun və s. Dediyim kimi qırmızı və mavi QR kodlar da burada var. Dünya üzrə faydalı qazıntılarının xəritəsi, hava kütlələri, Azərbaycanın iqlim tipləri, iqtisadi coğrafiyaya aid olan anlayışlar çox gözəl şəkildə təsvir olunub hamısı. Yəni, hər hansı imtahandan qabaq abituriyentin təkrarlayıb imtahana girməsi üçün çox gözəl vəsaitdir. Tövsiyə edirəm ki, istifadə edəsiniz. Deyək ki, dünya üzrə faydalı qazıntıların hasilatı və daşınma xəritələri. Bu xəritələr onsuz da orta məktəb təhsillərində də var, amma konspekt halında əlimizin altında olması çox daha faydalı olar deyə düşünürəm. Konspekti əldə etmək üçün aşağıdakı bu nömrədən istifadə edə bilərsiniz. Hər kəsə faydalı olması ümidi ilə.